Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir. Xəbər zalağı az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mmC və sütunundan 764 mmC və sütunundan yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddəti intensivləşəcək, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Çərk küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.